Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizlərlə 8-ci siniflər üçün olan OTK suallarına baxacaq. Bizə deyir ki, A və B çoxluqları üçün kəsişmədə 3 element var, A-da isə 8 element var. Baxın, Euler-Venn diaqramı çəkirik. Kəsişmədə 3, A-da da 8 element var. Burada A-ya məxsus olan 5 dənə element qalır. Deyir, NA-ya NB cəminin ən kiçik qiyməti. Düşünək ki, B-də olanların hamısı, yəni A-da var, yəni sadəcə 3 dənə elementi var. Onda olacaq 8 dənə ümumi, yəni ki, və yaxud da belə düşünək. A-nın daxilində də B. Bu A-dır, bu da B-dir. Olacaq, deməli, A-da 8, B-də də 3, cəm eləyəcək 11. 32-ci sualda, deməli, A-mız olacaq kök altında 13, B-miz olacaq, deməli, kvadratın açılışı həm 9-un kvadratı, yəni kökdə 9-un kvadratı 9 eləyir. Həm bunların hasilinin 2 misli, yəni kök altına 36 eləyir. Plus bir də kökdə 4-ün kvadratı, yəni 4 eləyir. 13 çıxılsın. Kök altına 36-dan 6 çıxır. 6-nı 2-yə vururuq, eləyir 12. Burada eləyir cavab 1. Burada isə 3 çıxır, burada da 2 çıxır, bu da eləyir 5. Müqayisə elədikdə bundan təqribi olaraq 3 tam neçəsə çıxır. C A-dan böyüdür, o da böyüdür B-dən. C A-dan, o da B-dən. 32-ci sualda çox ədisinin qüvvətini tapın deyir. Çox ədisinin qüvvəti dəyişənlərin bir hədlənən qüvvətləri ən yüksək olanları seçilir. Burada 8-dir. Bir hədliyin də qüvvəti dəyişənlərin qüvvətləri üzrə cəmidir. Bu da 9-dur. Ən yüksək olduğu 9. Daha sonra keçirilək 34-cü suala 40% kəsrlə ifadə edin. 100-də 40-dır. 20-yə bölünüb. Bura eləyir 5, bura eləyir 2. Olur 5-də 2. 35-ci suala baxaq. İki tərəfi 15 və 7 olan bərabər yanlı üçbucağın perimetrini tapın. 7, 7, 15 ola bilməz. Çünki ən böyüyü 15 götürəndə yerdə ikisinin cəmi yüksək olmalı idi. Olmur. 14 eləyir, böyük olmur. Ona görə də 15, 15, 7 eləyir. Bu da eləyir 37. Doğru cavabımız B variantı. 36-cı sualda 91 ədini ədədlərlə düzümtənə hissələri yanına 2K, yanına K-ları 5K, 6K bərabərdir 91-ə. Olur, deməli, 13K bərabərdir 91, K da bərabərdir 7-yə. Ən böyük ədədimiz olacaq 6, 7, 42. 37-ci sualda 2 ədədin ədədi ortası, yəni cəminin yarısı 12, cəmləri eləyəcək. Məxrəcinə 1 artırıb çarpaz vursuq 24. Bizə deyir ki, digər 3 ədədin ədədi ortası 16-dır. A plus B plus C isə 16-dır. 16. A plus B plus C eləyəcək 32. 32-dən də bura necədir? 24-dür. C-ni tapanda 32-dən də 24-ü çıxırıq. Eləyir. Hə, burada 5 ədədin fərqli ədədlərdir. Üzrlü sayın uşaqlar. Yox. Elə bildim, eyni ədədlərdir. A plus B bölü 2 bərabərdir 12. Bir də C plus D plus F bölünsün 3, 16. Belə. A plus B-miz 24. C plus D plus F-imiz isə 48. Daha sonra 24 plus 48 bölünsün 5 dənə. Bura eləyəcək 72. 72-ni də 5-ə böləndə deməli 14 tam onda 8. Dəqiqə 14 tam onda 4. 14 tam onda 4. E variantı. 38-ci suala baxaq. Nöqtələrindən çevrəyə aid olub A düz xəttinə aid olmayanların sayını tapın. Deməli, çevrəyə aid olan və A düz xəttinə bu A aiddir. A-nı saymayacaq. Çevrəyə aid olan B, D, C-dir. 3 dənə olacaq A variantı. 39-cu sualda ifadəsini almaq üçün A kvadrat plus 1 ifadəsində hansı əlavəni? Birincinin kvadratı, birincinin ikinci hasilini 2 misli. 2 anı əlavə eləməliyik. 40-cı sualda çevrəndə buradakı rəqəmlərin sayı qədər 9 olur. Bu da 3-də B-dir. Onda deməli çarpaz vursuq 3A bərabərdir 9B-yə, A bərabərdir 3B-yə. Onda A bölünsün B-ni istəyir bizdən. A bölünsün B bərabərdir 3B bölünsün B, o da eləyir 3. A bölünsün B eləyəcək 3. 41-ci sual. 41-ci sualda 2 paralel düz xəttin 3-cü sətlə kəsməsi alan daxili bir tərəfli bucaqların cəmi 180 olmalıdır. 7x plus 110 bərabərdir 180-də. Alınan daxili çarpaz bucağın kiçiyini tapın. 7x bərabərdir 70-ə, x bərabərdir 10-a. Baxın, bu formadadır.
Burada 10'u qoyanda yerinə eləyir 50 plus 80 130. Eləyir 130, burada eləyir 50. Çarpaz bucaqlardan kiçiyi olacaq 50 dərəcə. 42-ci suala baxaq. C parametri hansı qiymətində tənliyin köklərindən biri -2 olur. -2 aparıb qoyuruq yerinə. Olur 5 vurulsun -2-nin kvadratı plus -2 minus C bərabərdir 0. Eləyir 5 4-üm 20. 20-dən 2 çıxanda eləyir 18 minus C bərabərdir 0-a. C də bərabərdir 18-ə A variantı. 43-cü sualda uzunluğu 120 olan parça 2 hissəyə bölünüb. Bu hissələrin ortalar arasındakı məsafəni tapın. 2 hissəyə bölünüb. Biri x-dir, biri y-dir. Ortalar deyəndə x bölü 2 üstə gəl y böl 2-ni istəyir bizdən. X plus y-in cəmi 120-dir. Burada orta məxrəcimiz 2-dir. 120-ni 2-yə böləcək, eləyəcək 60. Deyək ki, bu hissələrin ortaları arasındakı məsafəni tapın. 2 hissəyə böldü. X bölü 2, y bölü 2. A-dır. A deyirəm, D-dir. Daha sonra 44-cü sualda 12-ni 24-ü bir o birinə bölünəndə kiçiyi götürürük. 7-28-i isə böyük götürürük. Bu da eləyəcək 40. 45-ci suala baxaq. Olarsa ifadəsinin qiymətini tapın. Deməli, əgər bunu 2-yə vursa olur A plus 6B bərabərdir 12-yə. A plus 6B 12-dirsə 12-ni 4-ə bölürük. Eləyəcək doğru cavabımız 4. 46-cı sualda uyğun tərəflər perpendikular iki bucağın fərqi əgər 70-dirsə cəmi 180 olmalıdır. 2x bərabərdir. Toplayanda qeyrilər gedir. 250-yə, x də bərabərdir 125-ə. 125-dirsə biri, o birisi də eləyəcək 55 dərəcə. 47-ci sualda A ədədinin rəqəmləri cəmi 4-ə bərabərdir. A üstü 6-nın 3-ə bölünməsindən rəqəmləri cəmi 4-dürsə, deməli, rəqəmləri cəmi məsəl üçün 4-dürsə, məsəl üçün 1, 2, məsəl üçün 1. Rəqəmləri cəmi 4-dür, deyir, 3-ə bölünməsini alınan qalıq tapın. Rəqəmləri cəmini 4-ü 3-ə böləndə qalıq nə alınır? 1 alınır. 1 vurulsun 1, vurulsun 1. Qalıqları bir-birinə vururuq da 6. Bu da eləyəcək qalığımız nə? 1. Daha sonra 48-ci sualda kvadrat tənliyin hər kökü 0-a bərabərdir. Hər kökün 0 olma şərti, deməli, cəmin 0 olma şərti m minus 9 0-a bərabərdir. M də bərabərdir 9-a. N minus 4 də 0-a bərabər. N də bərabərdir 4-ə. M-in hasili eləyəcək 36. 49-cu sualda dəyişən hansı qiymətlə kəsr mənası yoxdur. X bərabərdir 4 qiymətində kəsr. Məxrəc 0-a çevriləndə mənası olunur. Daha sonra müqayisə edir 6 böyüdür yoxsa kökdür 3. 6 təbii olaraq böyüdür. Çünki bundan 1,5 təqribi olaraq çıxır. Ona görə olduğu kimi çıxardırıq. Kökdə 3'lər gedir. Olur cavabımız 6. Böyük tərəfin uzunluğu 6 kökdə 2 olan bərabər yanlı düzbucaqlı üstbucağın böyük tərəf yəni ki hipotenüs. Hipotenüs x kökdə 2 idi. 6 kökdə 2-yə bərabərsə kökdə 2'lər gedir. X bərabər olur 6-ya. Kiçik tərəfin uzunluğu olacaq 6. 52-ci suala baxaq. Diaqramda rəfdəki kitabların sayı verilmişdir. Bu kitabların neçə faizinin riyaziyyat kitabı olduğunu tapın. Baxırıq, 12-dir riyaziyyat. Fizika 8-dir. Kimyada nə qədərdir? 10-dur. Deməli, ümumi cəmləyəndə 20, 30. 30, bu da 12 vurulsun 100. 0 ixtisar gedir. 12-ni 4-ə bölürük. 4, o da 10-a vuranda olur 40%. Doğru cavabımız olur 40%. 53-cü sualda çevrən mərkəzləri uzunluğu 48 olan AB parçası üzərindədir. Və O2, O3 nöqtələrində olan çevrələn uzunluqları cəmi isə mərkəzi O2, O3 olan çevrələrin uzunluqları cəmi isə yəni 2 pi R1 plus 2 və yaxud da R2 eləyir. 2 pi R3 bərabərdir 26 piyə. Piyə böləndə olur 2R2 plus 2R3 bərabərdir 26. 2-yə də bölsək R2 plus R3 bərabərdir 18-ə. 18-ə bərabərdirsə bu diametrləri cəmi eləyəcək 36. Onda AB-nin uzunluğu nə qədərdir? 48-dir. Bura neçədir? 12-dir. O1 nöqtəsində olan çevrən uzunluğu pi idi. Diametri 12 tapdı, olur 12 pi. 54-cü suala baxaq. Birinci səndə 40 litr, 40 ton. İkinci səndə isə 90 ton benzin var.
Günün sonunda, yəqin bu litrdir. Günün sonunda birinci səndən satılan benzin miqdarı ikinci səndən satılan benzin miqdarından 3 dəfə az oldu. Deməli, 2 çəndə benzindəkinin 2 dəfə çox benzin qalığı məlumdursa, ikinci çəndə nə qədər benzin satıldığını tapın. Deyək ki, günün sonunda baxın, birinci çəndən, bu birinci çən olsun, bu da ikinci çən olsun. Bilənçə işarə eləyək. Birində 40-dır, birində 90-dır. Günün sonunda birinci çəndən satılan benzinin miqdarı birincidən ikinci çəndə satılan miqdarından 3 dəfə az oldu. İkinci daha çoxdur da. Bura 3x olsun, burada x olsun. Və yerdə qalan nə qədər olur? 40 minus x. Burada nə qədər olur? 90 minus 3x. Deyək ki, ikinci çəndə birinci çəndəkinin 2 dəfə çox. İkinci çəndə birincidəkindən 2 dəfə çox. Yəni 90 minus 3x bərabərdir 2 vurulsun. Çoxdursa azı vururuq. 90 minus 3x bərabərdir 80 minus 2x-a. Sadələşdirir. Mənfi 3x plus 2x bərabərdir 80 minus 90-a. Bu da eləyir mənfi x bərabərdir. Bu da eləyir mənfi 10. X də bərabərdir 10. Deyək ki, səndə nə qədər benzin satıldığını müəyyən. Burada 10 olur. Burada da ki 30. Ümumilikdə 40. İkinci çəndən nə qədər? İkinci çəndəndir. Hə, 2 çəndən ilə oxumuşam. İkinci çəndən nə qədər benzin? 30. 55-ci sual katetləri olan hipotenuz isə olan düzbucaqlığın perimetrini tapın. Perimetrləri cəmləyəndə x-lər getmir. Yox. Onda Pifagor teoremini eləyəcək. 3x minus 5, 4x plus 4, 5x plus 1. Onda 3x minus 5-in kvadratı üstəyənsin 4x plus 4-ün kvadratı bərabərdir 5x plus 1-in mötərizə kvadratı. Olur, deməli, 9x kvadratı minus hasilini 2 misli 30x plus 25 plus 16x kvadratı baxaq bircə dəqiqə 3x, hər şey düz qeyd eləmişik də, hə. 16x kvadratı plus 32x plus 16 bərabərdir 25x kvadratı plus 10x plus 1. 16x kvadratından 9x kvadratını cəmləndə 25x kvadratı eləyir. Sadələşdirir. Mənfi 30x plus 32x. O da 2x plus 25 ilə 16-nı cəmləyirik, eləyir 41. Bərabərdir 10x plus 1-ə. Sadələşdiririk. Olur mənfi 8x. Çünki 2x-dan 10x çıxır. Mənfi 8x bərabərdir. 1-dən də 41 çıxır. O eləyir mənfi 40. X də bərabər olur 5-ə. Deyir perimetrini tapın. Cəmləyirik. Dəyişənləri cəmləyirik. 3x, 5x, 9x. Bu da eləyir 12x. Mənfi 5. Bu da ki, nə qədər eləyir toplayanda? Gedir də 12x-i tapmaq lazım idi. X-imiz 5-dir. O da eləyir 60. Bu qayda ilə də yazırsınız. Suallar, bugünkü suallar bunlar idi. Çalışın diqqətlə oxuyun. 8-ci siniflər suallar verirlər ki, hansı hissələr düşür. Yəni, dərslikdə hansı hissələr kimi keçmisinizsə, adətən suallar ora kimi düşür. Dərsliyi təkrar eləyin. Çoxsu da görürsünüz ki, 8-ci sinif suallarından ibarətdir. Bəzi suallar var ki, məsəl üçün 6-cı, 7-ci sinifləri əhatə edir. Onları da təkrar eləməklə yadınıza salın.